Gəlin bu gün birlikdə mağazadan aldığınız turşudan heç də geri qalmayan xırçıltılı xiyar turşusu hazırlayaq. Bizə lazım olanlar sarımsaq, acı biber, dəfnə yarpağı, albalı yarpağı, turşular üçün xüsusi yodsuz duz, şüyüd toxumu və esensiyadır. Tikanlı xiyarları 6-7 saat soyuq suda saxladıqdan sonra bol su ilə yaxşıca yuyuruq. Hər iki tərəfdən başlarını kəsib bankalara doldururuq. Mən 1 litrlik bankaya 3 diş sarımsaq, biraz şüyüd toxumu, 2 ədəd dəfnə yarpağı, albalı yarpağı və yarım da acı biber əlavə etdim. İstəyən xren də əlavə edə bilər. Xren yarpağı ilə albalı yarpağı turşunun daha da xırçıltılı olması üçündür. Sonra bankanın üzərinə qaynar su əlavə edib qalın yorğancıya bükürük. 20-30 dəqiqə saxladıqdan sonra suyu qazana boşaldıb yenidən qaynadırıq. Bu prosesi 2 dəfə təkrar edirik. Üçüncüdə isə hər 1 litrlik bankaya bir dolu olmayan xörək qaşığı duz, 1 xörək qaşığı şəkər tozu, 1 çay qaşığı da esensiya əlavə edib, üzərinə qaynar su töküb qapaqlarını möhkəmcə bağlayırıq. Yenidən yorğancıya büküb bir gün saxlayırıq. İnanın ki, turşunuzu bu üsulla etsəniz, bir daha mağazadan almağa ehtiyac duymayacaqsınız. Eləyən hər kəsə nuş olsun.